Vəhdət Partiyasından psixolog Aynur xanım buradadır. Əvvəla təşəkkür edirəm. Zebra xanım, sizə xüsusi təşəkkür edirəm. Nə yaxşı sizin kimi nümunəli bir cəmiyyətin sədri. Mən mübarəsində olacağım. Mən bugünkü Ben gençlerin hürmetini çok büyüktü. Bunu kadınlar yaşlarında isteyen neyse de onun yüreğine keçisi o destek olur. Teşekkür ederim. Və mən buradan Vəhdət Partiyasının vəhdətçisi olaraq Adem İsmail Bakülünün adına bizim vitse-prezidentimiz Mehriban xanım Əliyevanın adını təbrik edirəm. Düşünürəm ki, həyat gözəldir, həyatımızı gözəlləşdirən, gözəl yaxşılarıyla həyatımıza əlvan şalarlar bəxşiləyən yaradanın xanım kimi bizim əlimizə, həyatımıza yönləndirəcək haqq qarşısı var. Nə xoş bizim halımıza ki, bugünkü günümüzə nümunə olacaq. Xanımlar xanım, Mehriban xanım, Əliyevanın ad günümüzdə düşünürəm